Bolnisi Bələdiyyəsinin Saraşa kəndində 71 yaşlı qadın yaşadığı evdə ölü tapılıb. Yaxınlarının verdiyi məlumata görə əvvəlcə evdən oğurluq edilib. Daha sonra isə qadın qətlə yetirilib. Qapı bağlı olduğundan qonşular onu sındıraraq içəri daxil olublar və yaşlı qadını qan içində yerdə tapıblar. Sakinlər şübhələndikləri bir şəxsin olduğunu bildirirlər. Onların sözlərinə görə bu barədə polisləri məlumatlı olduğunu deyirlər. Məlumata görə həmin şəxs yerli sakin deyil. Mənim bacımın cinayətini tapın, mənə də bir söğlük olsun. Yandı canım, bacım, ölsün canım, Oğurluq, qətl kimi halların artması və hələ də saxlanılmamış cinayətkarlar yerli əhali arasında ciddi narahatlıq doğurur. Deməli, hadisə dünən ayın 7-sində gündüz saat 1-3 radələrində baş verir. Qadın tək olur evdə, heç kim olmuyor, tək yaşayan qadındır. Kimlər tərəfindənsə gəlib, müsadirə ediblər, nəyini alıblar, nə ediblər bilmirik, amma faktiki olaraq qadını öldürüblər. Sonra zəng elədim, yenə zəng çatmadı. Sonra aradan bir dəvə keçmişdi, qardaşımın oğlu Elkan Manolda yaşayır. Bana dedi ki, əmi dedi, qonşular deyir ki, Nastanın dəmir qapı açıqdır, otaq bağlıdır. Çağırır, eşitmir. Atamı da götür, ged oraya. Orada gör nə hadisə baş verir. Mən də qardaşımı da götürdüm, gəldim. Bu da arvad uşaq yığılıb, bizim kənd seseveti rəsmiyyət deyir ki, qapıyı qırıb. Qapıyı qırıblar, içərdə gördük ki, arxası üstə onu qırıblar. Baş hissəsi poldadır, qan tökülüb. Dedilər ki, heç kim əl vurmasın, ekspert gələcək, yoxlayacaq. Biz də skoriya zəng elədik, skoriya gəldi. Gördük ki, daha işdən keçib, dedi 4-5 saat bundan qala ölüb bu. Dedi ekspert yazsın, əl vurmayın, ekspert də gəldi. Gecə saat 2-3 arası bütün ekspertlər, sağ olsun, polislər gəldilər, araşdırdılar. Faktla bağlı Cinayət Məcəlləsinin 108-ci maddəsi qəsdən adam öldürmə üzrə cinayət işi açılıb. İstintaq tədbirləri davam etdirilir.